Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Son zamanlar imtahana düşən bilirik ki, suallar çox önəmlidir. Son 3 günümüz qalıbdı. İlk öncə nəyə diqqətlə qulaq asmalısınız? Təsərrüfatın sahibi quruluşu sektorları mövzusuna baxaq. Deməli, təsərrüfatın sahibi quruluşunda birinci sektor faydalı qazıntıların hasilatı ilə kənd təsərrüfatıdır. İkinci sektorda emal edici sənaye, yəni həmin faydalı qazıntıdan hər hansı bir məhsulun düzəldilməsidir. Burada daxildə energetika, maşınqayırma, metallurgiya, kimya, yeyinti, yüngül və s. meşə sənayesi. Baxın, meşənin tədarükü birinci sektorda, amma meşə sənayesi ikinci sektorda. Yəni artıq ondan mebel düzəldilir, hər hansı bir məhsul düzəldilir. Bu olacaq ikinci sektor. Üçüncü sektor xidmət, dördüncü sektor isə informasiyadır. Yəni xidmət sahəsində üçüncü sektorda hər hansı bir məhsul istehsal edilmir. Məsəl üçün rabitə, bank xidmətləri, ticarət, nəqliyyat, səhiyyə, təhsil, kino, şou, biznes və s. Deməli, birinci sektorda ən çox inkişaf etməkdə olan ölkələr üçündür. Faydalı qazıntılardır, meşə tədarüküdür və kənd təsərrüfatıdır. Deməli, birinci sektorla ikinci sektor, yəni hasilat emal edici sənaye, üçüncü, dördüncü sektorlar arasında nisbəti dəyişmiş və xüsusilə də sonuncularda məşğulluq artmışdı. Yəni, üçüncü, dördüncü sektorda daha çox pay artmışdı. Xüsusilə də inkişaf etmiş ölkələrdə bu belədir, uşaqlar. Əsas nəyə baxaq? Neft hasilatı və daşınması. Bu faydalı qazıntılardan tez-tez düşür. Neftin hasilatı, bunu nədən biləcəyik? Neft hasilatıdır. Təbii ki, buradakı ölkələrin daşınma istiqamətinə baxacaq. Faydalı qazıntının daşınma istiqaməti Qvinea körfəzində, Ərəbistanda varsa və yaxud da ki, İndoneziyada var və Rusiyada var. Və faydalı qazıntı olaraq daşınırsa, bu olacaq neftin yəni daşınma istiqamətləri. Qaz hasilatını neftdən nə ilə fərqləndirəcəksiniz? Bax, görürsünüz, Qvinea körfəzi yoxdur burada. Və Avstraliya neft satmır, amma qaz satır. Həmçinin neft sənayesində bayaqları göstərildiyi kimi burada Ərəb ölkələrində daha böyük, amma Əlcəzairin işarəsi yoxdur. Amma qaz hasilatında daha çox Əlcəzairin işarəsi var. Əlcəzairdə daha çox daşınma istiqaməti göstərilmişdir. Ərəb ölkələri yenə həmçinin və Rusiyada pay daha çoxdur. Bir də Avstraliyada daşınır, gördüyünüz kimi. Ona görə bu olacaq neft. Qvinea körfəzində də yoxdur. Ona görə bu qazın hasilatıdır. Neft yox, qazın hasilatıdır. Bu isə daş kömürün hasilatı. Nəyə əsasən baxacaq? Daş kömür ümumiyyətlə əsas ixracatçıları, hasilatçıları Çindir. Çində Bay daş kömür yatağı var. Biz bilirik ki, Bay Sindizian Uyğur Türk vilayətindədir. Türk Dövlət Qurumundadır. Çində Fuşun və Anshan deməli kömür yataqları var. ABŞ-da Appalaç daş kömürü ehtiyatı var. ABŞ görürsünüz, Rusiya, daha doğrusu ABŞ qaz və neft satmır, amma daş kömür satır, ixrac edir. ABŞ-ın özündə neft qaz ola ixrac edir. ABŞ-da Appalaç bölgəsidir. Almaniyada Rusar, Almaniyada qonur kömürdür. Rusiyada Peçora var, Kuzbas var, İrkutsk var, Lena, Tungus, bunlar hamısı Rusiyanın daş kömür yataqlarıdır. Deməli, Tungusdur, Kanskaçinskdir və s. Avstraliyada Sidneydir, əsas yadınızda saxlayın, Cənubi Uyezdir və Qazaxıstanda Karakanda, Ekibastus, Polşada Yuxarı Sileziya, Ukraynada Donetsk, Donbask, Fransada Elzas, Lotharingiya, bunlar mütləq yadınızda saxlamalısınız, faydalı qazıntı yataqlarının adlarını. Uyğunlaşdırma verə bilər, doğru və ya yanlış verə bilər. Böyük Britaniyada Midland var, Wales, Midland və Yorkshire. Wales, Midland və Yorkshire. Bir də Hindistan və Carda da faydalı qazıntı olaraq Hindistanda da, Carda da daş kömürün daşınmasını görə bilərik və Avstraliyada da həmçinin daş kömür ehtiyatı nə qədər daşınır. Bu isə boksit hasilatıdır. Boksit bilirik ki, aluminit, nefelin və boksit alüminiumun xammalıdır. Alüminium hasilatçıları, bir var faydalı qazıntı hasilinə, bir var saf alüminium. Saf alüminium deyirsə inkişaf etmiş ölkələrdə onlar idxal xammalı əsasında məhsul düzəldirlər. Burada görünür ki, Mərkəzi Amerika, Yamayka, Venezuela, Surinam, Guyana, Braziliyadır, Qvineadır. Bir də Avropada da, yəni Asiya ölkələri içərisində Rusiya, Qazaxıstan, Çin, Hindistan, bir də Avstraliyada faydalı qazıntının görün nə qədər ehtiyatı var. Avstraliyada. Bir daha deyirik, Yamayka, Surinam, Guyana, Qvinea, Braziliya deyilirsə, Venezuela deyilirsə, əlavədən Qazaxıstanın adı var. Burada Avstraliyanın adı varsa, bu olacaq boksit hasilatı. Daha sonra nədən danışa bilərik burada? Ən çox misdən danışaq. Misin ən çox ehtiyatı biz bilirik ki, And ölkələrində, bir də Mərkəzi Afrikadadır. Mis hasilatına Çili və Peru, Mərkəzi Afrikada isə Kongo, Zambiya və Zimbabvedə var. Həmçinin mis ABŞ, Rusiya, Çində də var.
Amma ən çox, yəni mis hasilatı deyəndə and ölkələri ilə Mərkəzi Afrikanı yadınızda saxlayın. Ən böyük, bax burada da yazdım, ən böyük boksit hasilatı Avstraliyanın şimalındakı York yarımadasındadır. Uşaqlar, baxın, alüminium, boksit, alinit və nefelindən əldə edilir. Bu üç məhsulun birləşməsindən, üç faydalı qazıntının birləşməsindən yaranır. Alüminium, yəni saf şəkildə çıxardılmır. Bir də var qalay wolfram qurşağı. Qalay wolfram deyəndə dərhal biz Asiyan ölkələri, yəni Cənub-Şərqi Asiya, İndoneziya, Malayziya və Taylandda daha çox çıxarılır. Qeyri-filizlər arasında fosforitlər seçilir. Dünyada ən böyük fosfor Şimali Afrikada Mərakeş, bir də Florida yarımadası var. Avstraliyanın, daha doğrusu Amerikanın Florida yarımadası. Biz bunu fosfor, Florida ilə yadınızda saxlaya bilərsiniz. Deməli, bir Atlas dağlarındadır. Afrikanın şimalında Atlas dağlarında, Mərakeşdə, bir də Florida yarımadasında fosfor ehtiyatı zəngindir. Mineral ehtiyatlar bərpa olmayandır, yəni tükənir və bir daha bərpa olmur. Qızıl, mis, nə bilim, neft, qaz, daş kömür və s. Qeyri-filiz yataqları da bərpa olmayan mineral ehtiyatlardır. Əhəng daşı, qranit, bazalt, vulkan, yəni bunların hamısının filiz, qeyri-filiz fərqi yoxdur. Bunlar hamısı tükənəndir, bərpa olmayandır. Potensial ehtiyat nə deməkdir? Potensial ehtiyatların istifadəsi səmərəli deyil, daha dərin qatda yerləşirlər və ya filizin tərkibi kasıbdır. Məsəl üçün, Ceyrançöldə, Azərbaycanda, Ceyrançöl ovalığında, düzənliyində neft ehtiyatı var. Ona deyirik biz potensial. Çünki hal-hazırda çıxardılmır və çıxardılması gələcəkdə nəzərdə tutulur. Buna görə də bu potensial ehtiyat hesab edilir. Daha sonra ikinci sektor emaledici sənayedir. İkinci sektorda. Bura daxildir bu üçlük, avangard üçlük olan maşınqayırma, elektroenergetika və kimya sənayesi. Bunlar son vaxtlarda daha sürətli inkişaf eləməyə başlayıbdır. M-E-K baş hərflərindən yadınızda saxlayın. Bu deməli, bu nə olacaq? Avangard üçlük. Maşınqayırma, elektroenergetika və kimya. Elektroenergetikada energetika iki yerə bölünür. Yanacaq və elektroenergetika. Yanacaq, yəni yanar faydalı qazıntılar, neft, qaz, daş kömür, qonur kömür, torf, yanar şist və quru odun. Energetikada, elektroenergetikada İES, DRES, SES, helio günəş enerjisidir. Qabarma elektrik var, geotermal yerin daxili enerjisidir. Küləkdəki o digərlərini də biləcəksiniz. İES-lər deməli 63%-dir. İki yerə bölünür. İEM və DRES. DRES Dövlət Rayon Elektrik Stansiyası, İEM isə İşıq Elektrik Mərkəzidir. İEM ilə DRES-in fərqi nədir? İEM-lər həm enerji, həm buxar, istilik verir. DRES-lər isə ancaq elektrik enerjisi istehsal eləyir. Bunlara diqqət edin. İES-lər Azərbaycanda 90%-dir, SES-lər daha azdır. Yəni ən çox bizdə İES-lər yer tutur. Bunu uşaqlar çaşır, Mingəçevir su anbarına, Mingəçevir SES-ə əsasən, ancaq Azərbaycanda İES-lər daha çoxdur. SES-lər deməli nə deyəcək? Bunların fərqinə baxaq diqqətlə. İES-lər isə 63%-dir, nisbətən tez və ucuz başa gəlir, amma yanacaqdan istifadə edilir. Yəni tükənən mənbədən istifadə edilir və ekoloji vəziyyəti korlayır. İES-lər həm xammal, həm istehlak, yəni tələbat rayonlarına yerləşdirmək olar. İES-lər iki qrupdadır. İEM DRES-ləri bunlara izahını verdim. Bir də var SES-lər. SES-lər 16%-dir. Bu da enerji tükənən, lakin bərpa olunandır. Yəni su hətta son vaxtlar tükənməyən enerji mənbəyi kimi göstərilir. SES-lər əsasən dağ rayonlarında su sərfə, yəni su məsrəfi çox, axma meylliliyi, düşməsi çox olan çaylardadır. Düzənlik çaylarda biraz axması az olan, meylliliyi az olan çaylarda SES tikintisi mümkün deyil. Amma tikilməsi baha başa gəlir. Deməli, tikilməsi baha başa gəlsə də tükənməyən enerji ilə işləyir. Ekoloji cəhətdən təmizdir, bu SES-dir. Tikilməsi ucuz, tez başa gəlir, amma faydalı qazıntı ilə işləyir, yanar faydalı qazıntı ilə işləyir deyə, mazotla işləyir deyə, məsəl üçün, daha çox ətrafı korlayır, həm də tükənən mənbə ilə işləyir deyə bu sərf eləmir. Həmçinin mənfi cəhəti odur ki, SES-lərin mənfi cəhəti odur ki, torpaqlar suyun altında qalır, qurun suların səviyyəsi qalxır. Buna görə də bataqlıqlaşmaya gətirib çıxardır. Baxın, SES-lər Latın Amerikası, Kanada, Norveç, İsveç, hardakı su çoxdur, Avstriya, Albaniya, Yeni Zelandiyada üstünlük təşkil edir. Dünyada ən nəhəng süni bənd Çindədir, yansız çayın üzərində 3 dərə SES. Baxın, 3 dərə SES. Yeniseyl üzərində bu su anbarlarını biraz daha gözdən keçirmək lazımdır. Məsəl üçün, deyək ki, Grand Kuli, Kolumbiyada, ABŞ-da Kolumbiya çayının üzərində Grand Kuli var. Bir də 3 dərə bayaqlar dedik Çindədir. Sayan-Şuşenski Yenisey çayının üzərində. Sayan-Şuşenski də o da Türk dünyasının ərazisində yerləşir. Saxa Türk qurumunun. Və Braziliyada, Paragvayda uşaqlar Itaipu SES Parana çayının üzərindədir. Paragvayın 90% enerjisini verir, Braziliyanın 20%-ni Itaipu SES verir.
Bir də var, deməli Viktoria. Viktoria Nil çayının üzərindədir. Uganda, Kenya, Tuk baş hərflərinə baxın. Tanzaniya, Uganda və Kenyanın ərazisindədir Viktoria. Volta çayının üzərində elə Volta adı Qanada yerləşir. Assuan isə ikinci adı Nasir su anbarı yerləşir Nil çayının üzərində. Misir və Sudanın ərazisinə düşür. Bir də Kariba və Kabora Bassa var. İkisi də Zambezi çayının üzərindədir. Bu Kılar, Kabora Bassa və Kariba. Uzun ad olan Kabora Bassa Mazambikdədir, Kariba isə Zambezi Zimbabvedədir. Bunların hamısında Z hərfi var, gördüyünüz kimi Zambezi Zimbabve, Zambiya çayı, Zambezi çayı, Mazambik. Hamısında Z hərfi var. Məncə bunu əzbərləmək daha asandır. Nil çayı üzərində Viktoria oldu. Üçləri yansız üzərindədir. Sayan Şuşensk Yenisey'dədir. Rusiyada Itaipo isə Braziliya, Paragvayın enerjisini verir. Bayaq dediyimiz kimi Parana çayının üzərində. Və Grand Coulee isə Kolumbiya, ABŞ. Colorado yazılarsa doğru deyil. Kolumbiya çayı üzərində Grand Coulee ABŞ-da yerləşir. AES-lər 10%-dir. AES-lər yanacaq energetika ehtiyatı olmayan. Yəni yanacağı yoxdur, amma enerji tələbat çoxdur. Burada tikilir, amma xam olaraq nədən istifadə olunur? Torium və urandan istifadə olunur. Ucuz başa gəlir, amma mənfi cəhətləri daha çoxdur. Özünüz bilirsiniz, radioaktiv tullantılar ətrafı çirklənməsinə səbəb olur. Təhlükəsizliyimizi, tam təhlükəsizliyin təmin edilməsinə əlaqədar çətinliklər yaradır. Ən iri AES-lər inkişaf etmiş ölkələri götürəcəksiniz. ABŞ, Fransa, Yaponiya variantda AES deyilən kimi inkişaf etmiş ölkələri götürəcəksiniz. Amma inkişafda olan ölkələrdən də Hindistan, Pakistan, Braziliya, Argentina kimi ölkələrdə seçə bilərsiniz. Hansı qəza olubdur? Çernobılda AES-də qəzadan sonra AES-lərin sayı xeyli azalmışdı. Amma yəni bu da faydalı qazıntısı olmayanlar, yanacağı olmayan, tələbatı çox olan ölkələrdə inkişaf edibdir. Deməli, hazırda geotermal yerin daxili enerjisi də harda var? ABŞ, Meksika, İtaliya, Yaponiya, Yeni Zelandiya. Gördüyünüz kimi bu ölkələrin hamısı tektonik cəhətdən aktiv yerlərdir. Yaponiyada, Yeni Zelandiya, Rusiya, ABŞ, Meksika və s. İtaliya həmçinin. Və qabarma elektrik stansiyaları ən böyük qabarma biz bilirik ki, Kanadanın Fandi körfəzi sahilində 18 metr olmuşdu. Eləcə də Fransa sahillərində, ABŞ-da, Kanadada, Rusiyada, Çində və s. fəaliyyət göstərir. Bu da inkişaf etmiş ölkələr, amma təbii şəraitdə olmalıdır. Həm də inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Təbii şəraitdə ola bilər, ancaq məsəl üçün qabarma üçün maddi imkanı olmayan ölkələr də var. Ona görə yenə də görürsünüz, demək olar ki, bu üçlüyü əsas yadınızda saxlayacaqsınız. Fransa, ABŞ, Kanada, Rusiya. Bunları bilirsiniz. Təbii şəraitdən asılı olmayan elektrik stansiyaları hansılardır desə, AES, İES, asılı olanlar sesli, geotermal, qabarma, külək, günəş və s. İES-lər Niderland, Azərbaycan, Car, Rumıniya, SES-lər Norveç, Braziliya, Kanada daha çox suyu olanlardır. AES-lər Fransa, Belçika, Koreya, İsveçrə və İspaniya. Sonra metallurgiya sənayesi. Metallurgiya iki yerə bölünür. Qara və əlvan metallurgiyaya. Qara metallurgiya xam mala, yanacağa, əlvan metallurgiya ucuz enerji mənbələrinə meyl edir. Yəni onun ayrılmasında, əmələ gəlməsinə enerji mənbələri iştirak edir və su və ucuz enerji mənbələri. Qara metallurgiya isə xam mal və yanacağa. Bunlara mütləq diqqətlə baxın. Qara metallurgiya ekoloji təcavüz siyasəti ilə bağlı olaraq təcavüz siyasətlə bağlıdır. Deməli nə var burada? Ekoloji təcavüz odur ki, uşaqlar, inkişaf etmiş ölkələr öz çirkli sənayesini inkişafda olan ölkələrə gətirirlər. Bax, buna deyirlər. Ekoloji təcavüz buna deyirlər ki, inkişaf etmiş ölkələr çirkli sənaye sahələrini inkişafda olan kasıb ölkələr ərazisinə quraşdırırlar. Əgər əvvəllər metallurgiya xammal rayonunda idi, indi hazırda müəssisələr kömürün və filizin daşındığı rayonlarda, dəniz limanlarında yerləşdirilir, çünki onlar alırlar. Alınması üçün də deməli qara metallurgiya xam malı nədir? Dəmir, manqan, xrom, daş kömür və bentonit-gili. Bunları mütləq bilməlisiniz. Deməli, hasilat, saflaşdırma, konsentrat alırlar. Sonra çuğun, polad, prakat. Hasilat, saflaşdırma, konsentrat, çuğun, polad və prakat əldə edirlər. Deməli, qara metallurgiyanın xam malı nə olacaq? Dəmir, manqan, xrom, daş kömür, yanacaq kimi daş kömürdən istifadə edirlər. Və bentonit-gilindən metallurgiyada qəlib tökmədə istifadə olunur bentonit-gilindən. Azərbaycanda bunlardan hansı var? Dəmir var, xrom var, bentonit-gili var. Daş kömürün olmaması qara metallurgiyanın inkişafına mane olan amillərdən biridir. Deməli, dəmir, manqan, xrom, daş kömür və bentonit-gili. Bentonit-gilindən nə üçün istifadə olundu? Metallurgiyada qəlib tökmədə istifadə edilir. Deməli, burada gördüyünüz kimi bu daş kömürün daşınmasıdır. Daş kömür hansı ölkələrdədir? Baxın, Avstraliyadan. Buradan dəmir filizi də göstərilir. Həmçinin daş kömür. Baxın, polad əridilməsi Avstraliyada daha azdır. Nəinki dəmir filizinin hasilatı. Dəmir bilirik ki, poladı dəmirdən əldə edirlər.
Amma Yaponiyaya baxın. Yaponiyada dəmir flizi demək olar ki, yoxdur, amma əldə olunan polad istehsalına baxın. Ən çox harda var? Bax görün, Avstraliyada var dəmir flizi hasilatı. Çində var, Hindistanda var, Carda, Braziliyada və s. Xüsusilə də yəni platforma hissəsində var. Əlva metallurgiya hasilat rayonlarında yerləşdirilir. Bayaqları dedik, əlva metallurgiya hasilatı, alüminium əlva metallurgiyada əridilməsi istisna olmaqla əlva metallar Latın Amerikası, Asiya və Afrika ölkələrinə emal edilir. Alüminiumun yəni alınması inkişaf etmiş ölkələrdədir, amma xüsusilə də elektrik enerjisindən asılılığı dünyada alüminium sənayesinin coğrafiyasına güclü təsir etmişdi. Alüminium əsas xammalı nə idi? Bayaq dedik, boksit. Və bunlar da Mərkəzi Amerika, Yamayka, Surinam, Gayana, Qvineya fərqlənsə də alüminium istehsalına görə baxın, bu qəbula düşmüş suallardan biri metallurgiyadan düşmüşdü. Norveç, Yaponiya, Kanada seçilsə də faydalı qazıntının çıxarılmasında, boksitin çıxarılmasında Yamayka, Avstraliya, Surinam, Qvineya yer tutur. ABŞ-ın əlva metallurgiya sənayesi su elektrik stansiyalarının cəmləşdiyi və ucuz enerji istehsal olunduğu qərb ştatlarındadır. Baxın, bu sözə diqqət edin. Qərb ştatlarında su enerjisi daha çoxdur. Bayaq dediyimiz kimi Kolumbiya çayının üzərində və mis ehtiyatlarına görə isə Çili dünyada birinci yerdədir. Mis qurşağı Ant dağları idi. Ölkədə 400-dən çox mis filizi çıxarılır. Yataqlar əsasən Ant mis qurşağında yerləşir. Amma misin tərkibində filizin miqdarı çox kasıbdır, azdır. Ona görə də sıxuru istehlak rayonlarına daşımaq sərfəli deyil. Ona görə də nə edirlər? Çilidə çıxarılan mis 90% hara ötürülür? Yaponiya, Fransa, ABŞ, Almaniya və Braziliya. Yüngül əlvanlar alüminium, maqnezium, titan, ağır əlvanlar mis, sink, qalay qurğuşu, niki. Vəssalam, bunları bilsəniz bəsdir. Alüminiumun xammalı nədir? Bayaq dediyim kimi 3 xammaldan əldə edilir. Boksit, nefelin və alinit. Boksit və nefelin. Üçündən. Bu da həmçinin saflaşdırma, baxın, hasilat, saflaşdırma, konsentrat, bayaqları çuqun polad prokatı idi. Burada alüminium oksid və axırda saf alüminium əldə edilir. Bunlar hansılar idi? Adlarını görən kimi Yamayka, Gayana, Surinam, Qvineya deyiləndə və Avstraliya həmçinin ən böyüyü Avstraliyadadır, Çin, Hindistan. Bunlar boksitdir. Boksit alüminiumun xammalıdır. Qalay Wolfram Cənub-Şərqi Asiyadaydı. Kimya sənayesindən danışmayacağım. Kimya sənayesi də yenə də xammalı daha çoxdur. Üstünlükləri odur ki, süni materiallar istehsal edilir. Kənd təsərrüfatı məhsulları artırır, xammal bazası tükənmir. Xammal bazası çoxdur. Azərbaycanda da neft sənayesi olduğuna görə kimya sənayesi yaxşı inkişaf edib. Mənfi cəhəti odur ki, ətraf mühiti çirkləndirir. Bu isə maşınqayırmadır. Ağır, ümumi və dəqiq maşınqayırmaya bölünür. İnanıram ki, ondan düşməyəcək. Meşə sənayesi mexaniki və kimyəvi emal var. Ağac, taxta, şalban, faner, mebeldirsə, bunlar mexaniki, digərləri kağız, karton, skipidar, boya, bunlar olacaq kimyəvi emal. Yüngül sənaye bilir ki, ən çox deməli təbii şəraitlə bağlı olaraq ipək və pambıq parça əsasən Çin, Hindistan, deməli Mərkəzi Asiya, Yaponiya, Türkiyədir. Yun, kətan parça istehsalı inkişaf etmiş ölkələrdədir. Bax, yun, kətan parça əsasən inkişaf etmiş ölkələrdə cəmlənmişdir. Ucuz xammal və işçi qüvvəsinin çoxluğu əlaqədar toxuculuq sənayesi inkişaf etməkdə olan ölkələrdədir. Xammal, işçi qüvvəsi, yəni qadın əməyindən daha çox istifadə olunur deyə əsasən toxuculuq sənayesi inkişafda olan ölkələrdədir. Amma yun və kətan parça biraz bahadır, buna görə də inkişaf etmiş ölkələrdədir. Kətan ümumiyyətcə bitki olaraq da Avropada da mülayim enlikdə istehsal edilir. Toxuculuq pambıq parça var, kətan var, yun var, ipək parça var. Tikiş işləyəndə tikiş məmulatlarının istehsalı və s. bunlara diqqətlə baxın. Sadəcə elə belə gözdən keçirdin. Üçüncü sektor bayaq dedik, xidmət sahələrdir. Bu da hansı ərazilərdə? Ticarət, nəqliyyat, turizm, rabitə bu ərazilər daxildir, bu şeylər daxildir. Əsas yenə də inkişaf etmiş ölkələr xidmət sahəsi ABŞ, Kanada, Yaponiya, İsrail, Avstraliya, Qərbi Avropa ölkələrində xüsusilə yer tutur. Amma Nepal, daha doğrusu Bangladeş, Efiopiya, Qvineya, yəni kasıb ölkələrdə, geri qalmış ölkələrdə iqtisadi cəhətdə fəal əhalinin cəmi 5-20% üçüncü sektorda çalışır. Əsasən birinci sektorda çalışırlar, yəni hasilat sənayesində daha çox çalışırlar. Hazırda inkişaf etmiş ölkələrdə dördüncü sektor formalaşır, informasiyadır, söhbət informasiyadan gedir. Maddi istehsal maddi nemətləri yaradan, onu istehlakçıya çatdıran bütün sahə, məsələn, sənaye, kənd təsərrüfatı, tikinti tədarük, qeyri-maddi deyilsə, səhiyyə, təhsil, hər hansı bir məhsul istehsal edilmir bayaqlar dediyim kimi. İnsanın mənəvi tələbatını təmin edir. Səhiyyə, təhsil, elm, idman, incə sənət və s. Amma birinci varianta baxsaq, maddi istehsal, kənd təsərrüfatı, tikinti,
Sənaye və s. Əlimizdə məhsul düzəldiriksə, bu olacaq maddi. Düzəlməsə qeyri. Maddi istehsalda iki yerə bölünür. A qrupu var, B qrupu var. Biri istehsal malları, biri istehsal vasitələri, biri istehlak malları istehsal eləyir. Yəni, belə deyək də, avadanlıqlar istehsal eləyirsə, ağır sənayedirsə, bu olacaq A qrupu. Artıq insanların istifadə etdiyi məhsullar varsa, bu olacaq. Məsələn, yüngül qida olacaq B qrupu. A qrupuna olacaq ağır sənaye, B qrupu olacaq yüngül sənaye. Biri istehsal vasitəsi, texnologiyanı istehsal vasitəsində A qrupudur. O texnologiyadan əldə edilən məhsulu isə B qrupu olan yüngül sənaye sahələri əmələ gətirir. İnfrastruktur xidmət, fərdi xidmət, bunlar sizə aid olmayan şeylərdir. Sənaye qovşaqları, məsəl üçün Azərbaycanda hansı sənaye qovşaqları var? Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən və Şirvan, Salyan sənaye qovşaqları var. Bu dördünü əzbərləyin. Bakı, Sumqayıt, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən və Şirvan, Salyan sənaye qovşaqlarıdır. Və sənaye qovşaqları birləşərək sənaye rayonunu yaradır. İxtisaslaşma nədir? Hər hansı bir ölkənin, bunu yəqin ki, bir çox uşaqlar bilir ki, hər hansı bir məhsul üzrə xidmət göstərilməsi, yəni bir ölkənin öz daxili tələbatını ödəyib və hətta onun başqa ölkəyə göndərmək, rayonlara göndərmək imkanı varsa, bu olacaq. Deməli, ixtisaslaşma. Təmərküzləşmə ərazinin iri müəssisələrdə, hər hansı bir istehsalın iri müəssisələrdə cəmlənməsidir. Ərazi üzrə təmərküzləşmə budur. Abşeronda ən çox hər şey təmərküzləşib, yəni cəmlənibdir. Nəyə görə? Əhali burada daha çoxdur, ehtiyac daha çoxdur. Kooperativləşmə deyən kimi, kooperasiyanı həmişə maşın qayırma ilə əlaqələndirin. Yəni, hazır bir məhsulun əldə edilməsində digər müəssisələrin birləşməsidir. Kooperativləşmə, maşın əldə etmək üçün hər şirkət hər müəssisə bir dənə detalını verir və axırda yığılır, bir maşın tutaq ki, əldə edilir. Bunun üçün bu prosesi kooperativləşmə adlanır. Bir də kombinləşmə deyəndə, məsələn, Şəki ipək kombinatı deyək. Bunu yadınızda saxlayın ki, Şəkidə tam emal prosesi gedir. Baramasından tutmuş kəlağayısına qədər. Bu proses hamısı ipək kombinatının içərisində yerləşir. Hazır məhsul əldə edilənə qədər. Alternativ dəyər var, alternativ seçim var. Bunları izah eləməyəcəm. Bir dənə yadınızda saxlayın ki, alternativ seçim Naxçıvandadır, Azərbaycanda. Bunları daha sonra izah edəcəm. Çünki gecdir artıq. Onları artıq öyrənənlər onsuz ki, öyrənib öyrənməyənlər üçün də gecdir əzbərləmək. Texnopark və texnopolislərə baxın. Bunlar haqqında ətraflı danışacağım. Birazdan danışacağım digər videomda. Texnopolislər işlənib hazırlaması, elm tutumu sahələrinin inkişafı və elm kadrlarının hazırlanması üçün yaradılmış mərkəzlərdir. Məsələn, peyk şəhərciklər. Texnoparklar isə böyük universitet və laboratoriyalar ətrafında formalaşan elm tutumlu şirkətlərin aqlomerasiyasıdır, yəni birləşməsidir. Texnopark da, texnopolis də elmi ixtiraları qısa zamanda istehsala tətbiq etməsi və böyük səmərə verməsi ilə bağlıdır. Bunlar da belə və digərlərinə artıq ehtiyac yoxdur. ET-nin tərkib hissəsi elm, texnika, texnologiya, istehsal və idarə etmə daxildir. Yadınızda saxlayın. Elm, texnologiya, texnika və texnologiya, istehsal, idarə etmə bu ET-nin tərkib hissəsidir. İnvestisiyanın həcminə görə də əsas ABŞ, Yaponiya, Qərbi Avropa ölkələri, İsrail, Çin, yəni inkişaf etmiş ölkələrdir. Bir də Çin və Hindistan da bura daxildir. Bunlar isə ən böyük texnopark və texnopolislərdir. Bu barədə danışsaq, ABŞ-da Silikon vadisidir. Sonra Cummins tədqiqatlar parkıdır, həmçinin Perdue tədqiqat parkıdır. Daha sonra deyə bilərik Texniumdur, Cambridge'dir, Net Parkdır, Böyük Britaniyada, Sofia Antipolisdir, Fransada. Sonra Otaniemi'dir, Otaniemi Milli Parkıdır. Sonra baxırıq burada Finlandiyada, Z-Park Çində, Kansai isə Yaponiyada yerləşir. Belə bunlar haqqında məlumatları qeyd etdik. Hər birinizə uğurlar arzulayıram. Növbəti video dərslərimizdə görüşənədək sağ olun.